Salam dəyərli şagirdlər. Bugün güvən nəşrlərinin sınaq imtahanı keçirilmişdi. Azərbaycan dili 10-cu sinif Azərbaycan dili suallarını sürətli bir şəkildə izah edəcəm. Deməli, 27-ci sualda budaq cümləsi baş cümlədən əvvəl gələn tabiri mürəkkəb cümlə. Kimin ki dostu var, o dünyanın xoşbəxt insanıdır. Burada o qarşılıq söz gizlənib, kim bağlayıcı söz olanda birinci budaq gəlir. 28-də yaxalıq və yaxasız sözlərində deyir ki, eli söz artırma lazımdır ki, həm eyni köklü olsun, həm də olmasın. Burada yaxalamaq sözü, məsələn, yaxasından tutub yaxalamaq. Bir də var ki, su ilə ağzını yaxalamaq. Həm sadə, həm də düzəltmə oldu. A variantı. 29-da yalnız baş sözlərdən ibarət cümləni deyir. Burada təhlili düzgün bacarmaq lazımdır ki, qarışdırmayaq. Deməli, Y variantında ölkədə harada zəfli idi. B-də Atlantidada harada, bu da yəni zəfli idi. Sonra, məsəl üçün, C-də nədən istifadə edirlər? Yelkənlərdən tamamlıq var. Gəldi D-yə. Onun qardaşı 3-cü növ təyin söz birləşməsi bir yerdə təhlil olunur. Bizim birgə adamımız bu 3-cü növdür. Birgə adamımızın ən fəal işçilərindən biri. Fikir versiniz, birgə adamımızın işçilərindən biri bizim birgə adamımız. Söz birləşmələri bir-birinin içərisinə girib. Onları parçalayıb təhlil eləmirik. Ona görə həmişə yerli mənsubiyyətə və 2-ci, 3-cü növ təyin söz birləşməsinə diqqət etmək lazımdır. Cavab D variantı. 33-də feili bağlama, yəni feil olduğuna görə inkarda olur. Hamısında sanki ınca var. B-yə baxaq, enincə, enməyincə. Çatanda, çatmayanda, götürüb, götürməyib, qayıdarkən, qayıtmayarkən, amma düşüncədə isimdir. Burada harası düşmək mənasında yox, insanın düşüncəsindən söhbət gedir. Sözün kökü düşün, C orada leksik. A variantı. 31-də uyğunsuzu deyir. Elin gözü tərəzidir cümləsində. Bəli, burada elin gözü, yəni 3 kilo kartof çəkə bilməz, ona görə məcazidir. Amma uyğunsuz dediyinə görə biri götürməyəcəyik. Mənə quyu qazdı. Buradakı quyu qazmaq, torba tikmək yox. Həqiqətən də quyu qazıb su çıxmayıb. Bu həqiqi mənadır. Ona görə frazeoloji birləşmə işlənib yazıb doğrudur. Bu uyğunsuzdur. 2. Əli yanmaq ifadəsi həm həqiqi, həm də məcazi. Bəli, yəni fiziki olaraq əlin yanmağa. Bir də var bir işi, belə deyim də, sanki o deyir, başım daşı dəydi, əlim yandı. Yanlışdır. Yəni bu doğrudur. Yanlış, daha doğrusu həqiqi və məcazi mənada düşünə bilər ifadəsi doğrudur, amma yanlışın altına yazdığına görə səhvdir də. 2, 3 cavab C variantı. 4-ü niyə götürmürük? Burada bir dənə yox, 2 dənə amonim söz var. Bir var sözü, bir də yan sözü var. Var dövlət mənasında, bir də var nəyisə alışıb yanmağı. Daha doğrusu var sözü, var dövlət, bir də nəyisə malik olmaq mənasında. Yanmaq isə, yəni bir var yan tərəf, üç buzağın yan tərəfi, bir də var nəyisə alışıb yanması. Yəni bu 4 yanlışdır. Yanlışının altına yanlış olduğuna görə bu doğrudur. Amma 3-dəki cümlə, yəni ifadə doğrudur. Yanlışının altına yazdığına görə bunu da uyğunsuz kimi götürəcəyik. Biraz çaşdırıcıydı. 2-3. Sonra harda qaldıq? Keçək yuxarı 32-yə. 32-də nə yazıb? Bir dənə baxaq. Bal tutan, barmaq yalar nümunəsi haqqında fikir doğrudur. Burada yazıb ki, tutan, tutmayan, an, ən. Bu feili sifətdir, inkarda olub. Ona görə sifət deyil. İnkarda işlətməklə tapmaq olar. Doğrunu soruşur. Doğrunu soruşur. Çox üzr istəyirəm. Mən də deyəsən sürətdə baxıram deyə biraz gözümdən qaçdı. Doğru fikir soruşur. Bir anlıq səhvə baxdım. Yəni, A-da səhvdir. Balı tutan, barmağını yalayar. Bunlar təsirli yaldır. Tutan feili sifətdir. Burada sifət yazım. Yəni, bizdən doğru fikir soruşur. Barmaq yalar, ar, yalayar mənasında zamandır. Bu da xəbər şəklidir. Təsirli yalda olan 2 dənə isim var. Balı, bir də barmağı. Barmaq burada isimdir, yəni təsrifləməyən deyil. Cavab C. 33-də hüsnün xət sözündə, yəni ü-nün biri orada artıq yazılmışdı. 34-də tabiəsi mürəkkəb cümlədə 2 mübtəda 2 xəbər. Mərmilərdən biri qatara toxundu. Mərmilərdən biri toxunub, yaralanan komandirdir. 2 mübtəda 2 xəbər. B-də hər ikisi mən ilə bağlıdır. C-də yenə də mən eləmişəm bu işləri. D-də o eləyib. Y-də də ümumiyyətlə burada 2 dənə xəbər görsənmir. Yəni o birlərində həmcinsliyi var, amma A-da 2 mübtəda 2 xəbər var. A variantı. 35-də yenə də 3-cü növ təyinli söz birləşməsi, söz birləşməsinin arasına girən sözlər. Bunları düzgün təhlil etməyi bacarmaq lazımdır. Yox idi nə? Şahın şübhəsi. Bu şahın şübhəsi söz birləşməsində arasına sözlər girib. O zərrəcə sözü sizi çaşdırmasın. Bir təhlil olunur. C-də dəlisov hərəkətlər, necə hərəkətlər deyib təyin götürməyin. Çünki Fuadın hərəkətləri 3-cü növün arasına girib. Hamısı bir təhlil olacaq. Fuadın dəlisov hərəkətləri nə? Əsas tərəf hərəkətlərdir. Yəni sağ tərəf. Ora baxıb sual veririk.
Mənim bax belə adamlara çaşıb deyəcəksiniz ki, belə adamlar necə adamlar təyindir? Yox, mənim rəğbətim 3-cü növdə arasına söz girib. Ona görə nə sonsuzdur mənim rəğbətim. Yəni burada mübtədadır, arasına söz girib. Ona görə də biz nə etməliyik? Cavab B-ni götürməliyik. Qara saçlar, parlaq saçlar. Necə təyin. Gəldik 36-ya modal söz işləməmiş. Vergül işlədəndə orada intonasiyaya diqqət edirdi. Məsələn, əlbəttə fasilə yarandı. C-də görünür, özünə haqq qazandırmaq istəyir, fasilə var. D-də xülasə, yəni nə qədər müzakirə etsək də xülasə. Yaxşı, biz indi nə edək? Yəni bu qədər işinizi bitirək. Hamısı modaldır. Amma A-dakı demək sözü burada modal kimi işlənməyib. Bir kəlmə söz demək olarmı? Nə etmək olar? Demək olar. Burada yəni feil kimi işlənib. Cavab A variantı. Mətnləri də bir dənə o biri sınaqları yerləşdirdiyimə görə biraz vaxt aparır. İnşallah ki, çalışacağam bir dənə görüm mətnləri də çatdıra bilsəm, izahlarını çəkib paylaşacağam. Diqqətinizə görə təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın.